Arthur Conan Doyle. Conan Doyle, ikonik dedektiv personaj Sherlock Holmes'un yaratıcısıdır. Sherlock Holmes, onun macəraları. Al qırmızı etüd. İkinci hissə, Müqəddəslər ölkəsi. İkinci fəsil, Utah'nın çiçəyi. Burada məncə öz sakit sığınacaqlarını tapana qədər qaçaq mormorların düçar olduqları fəlakət və məhrumiyyətləri xatırlamaq yersizdir. Tarixdə görünməmiş bir inatkarlıqla onlar Mississippi sahillərindən Qayalıq dağının qərb tərəfinə gəlib çatdılar. Vəhşilər, yırtıcı heyvanlar, aclıq, susuzluq, yorğunluq və xəstəliklər, bir sözlə təbiətin onların qarşısına çıxardığı bütün maneələr sırf Anglo-Sakson mətinliyi ilə dəf edilmişdi. Buna baxmayaraq uzun yol və sonsuz istirablar hətta ən cəsurlarının da iradəsini zəiflədə bilmişdi. Günəş şüalarına bürünmüş geniş Utah vadisi qarşılarına çıxanda öz başçılarından buraların vəd edilmiş torpaqlar olduğunu və bundan sonra sonsuzadək bu pakirə torpaqların onlara məxsus olacağını eşidəndə hamısı bir nəfər kimi diz çöküb Tanrıya hərarətlə şükrən duası etdilər. Young nəinki cəsur başçı, həm də ağıllı idarəçi idi. Tezliklə ərazinin xəritəsi hazırlandı və gələcək şəhərin planı çəkildi. Şəhərin ətrafı hər kəsin vəziyyətinə uyğun paylanmış ferma sahələrinə bölündü. Tacirlərə ticarətlə, sənətkarlara öz sənətləri ilə məşğul olmaq üçün şərait yaradıldı. Küçələr və meydanlar sanki sehrkarlıq nəticəsində ortaya çıxırdı. Vadidə bataqlıqlar qurudulur, çəpərlər çəkilir, tarlalar təmizlənir, ağaclar əkilir, toxumlar səpilirdi. Növbəti ildə isə qızılı sümbüllər boy atıb böyüyürdü. Bu, qeyri-adi diyarda hər şey çox tez yetişirdi. Ən çox da şəhərin mərkəzindəki nəhəng məbəd günü-gündən böyüyüb genişlənirdi. Dan yeri söküləndən axşam düşənə kimi sakinləri bir çox təhlükələrdən çıxarıb buraya sağ-salamat çatdıran, onun şərəfinə ucaldılmış bir abidənin yanında çəkic və mişar səsləri susmaq bilmirdi. İki tənha yolçu, John Ferrier və onun taleyini bölüşmüş, övladlığa götürdüyü balaca qızcığaz məşəqqətli səfəri mormonlarla birlikdə başa vurdular. Balaca Lucy Stengerson'un arabasında onun 3 arvadı və 12 yaşlı qoçaq ərköyün oğlu ilə birlikdə rahat yol gedirdi. Uşaq qəlbi tez sağalar. Lucy anasının ölümünə görə keçirdiyi sarsıntıdan tez özünə gəldi. Qısa bir zaman qadınların sevimlisinə çevrildi və çatan dam altında təkərlər üstündə keçən yeni həyata tez alışdı. Ferrier isə qüvvətləndikdən sonra yaxşı bələdçi və mahir ovçu kimi özünü göstərdi. Tezliklə mormonların hörmətini qazandı və nəhayət vəd edilmiş torpaqlara gəlib çatdıqdan sonra yehdilliklə qərara alındı ki, bütün sakinlər kimi o da böyük və münbit torpaq sahəsinə layiq. Əlbəttə, Young və 4 əsas başçı Stengerson, Campbell, Johnson və Drebber xüsusi mövqeyə malik idilər. Ferrier öz sahəsində tirlərdən möhkəm çatı tikdi. Sonrakı illərdə əlavə edilmiş gillərlə bu koma geniş həyət evinə çevrildi. Ferrier fərasətli adam idi. Əlindən hər iş gəlirdi. Dəmir kimi möhkəm bədəni ona səhərdən axşamacan işləməyə imkan verirdi. Buna görə də fermasında işlər yağ kimi gedirdi. 3 ildən sonra maddi vəziyyəti qonşularına nisbətən daha yaxşı idi. 6 ildən sonra imkanlı şəxsə çevrildi. 9 il keçdi, varlı adam oldu. 12 ildən sonra isə Salt Lake City'də sərvətinə görə onunla müqayisə ediləcək 10 nəfər də yox idi. Salt Lake City'dən Vosatçıra dağlarına kimi John Ferrier adını hər kəs eşitmişdi. Onun dindaşlarının yalnız bir məsələ narahat edirdi. Heç bir əsas, heç bir məsləhət onu başqaları kimi özünə bir neçə arvad almağı məcbur edə bilməmişdi. Bunların nə üçün boyun qaçırdığını açıqlamırdı. Ancaq öz fikrindən dönmürdü. Bəziləri onu qəbul etdiyi etiqadla yetərincə sadiq qalmamaqda günahlandırır, bir başqaları isə onun sadəcə xəsis olduğunu və artıq xərcə düşmək istəmədiyini hesab edirdi. Bəziləri də bunun səbəbini keçmiş məhəbbətdə və Atlantik okeanın sahillərində onu gözləyən sarışın qızda görürdü. Hər necə olursa olsun, Ferrier inadla subay qalırdı. Qalan şeylərdə isə o gəlmələrin inancına ciddi əməl edərək imanlı və düzgün adam kimi tanınmışdı. Lucy Ferrier çatılı evdə böyüyür və hər işdə atalığına kömək edirdi. Təmiz dağ havası və şam ağacları
paltarının şəfalı ətri onun anasını və dayələrini əvəz etmişdi. Vaxt ötür, ildən ilə o boy atır, canlanır, yanaqları allanır, addımlarını daha inamlı atırdı. Feryenin fermasının yanından keçən hər yolçuda taxıl sahəsində gəzişən ya da atasının Mustangının əsl qərb qızı kimi incəlik və asanlıqla çapan qızın gözəl qamətini görən kimi çoxdan ölmüş hissləri birdən canlanmağa başlayırdı. Qönçə çiçəyə çevrilmişdi. John Ferrier ən varlı fermer olduğu il Lucy Ferrier də bütün Utah'da ən gözəl qız hesab olunurdu. Əlbəttə, uşağın qadına çevrilməsini ilk hiss edən atası değildi. Ümumiyyətlə, atalar nadir hallarda bunu hiss edirlər. Dəyişiklik elə tədricən və sezilmədən baş verir ki, bunun dəqiq tarixini müəyyən etmək mümkün deyil. Kiminsə səsindən ya da əlinin toxunuşundan ürəyi çırpılmayınca və özündə yeni, möhtəşəm bir hissin cücərdiyini qorxu və qürurla duymayınca, qızlar da bunu bilməzlər. Çox az qadın öz həyatında yeni mərhələnin başlandığını bildirən o kiçik mənasız hadisəni xatırlamaz. Lucy Ferrier üçün isə bu hadisə nəinki mənasız deyildi. Hətta onun və başqalarının taleyinə təsir edən bir məsələ oldu. İsti iyun səhəri idi. Mormonlar arı kimi çalışırdılar. Onlar arı şanını özlərinə rəmz kimi boş yerə seçməmişdilər. Tarlalara, küçələrə işgüzarlıq bildirən uğultu hakimi idi. Tozlu yollarda ağır yüklənmiş qatır sürüsü uzanırdı. Onlar qərbə tərəf gedirdilər. Çünki Kaliforniyada qızıl qızdırması başlamışdı. Yol isə seçilmişlərin şəhərindən keçirdi. Uzaq otlaqlardan qoyun və öküz sürüləri, yorğun köçərilərin karvanı da ora üz tutmuşdu. Bitib tükənməz səfər eyni dərəcədə həm insanları, həm də heyvanları əldən salmışdı. Bu rəngarəng izdihamın arasında Lucy Ferrier mahir çapar kimi öz Mustangını çapırdı. Onun üzü qızarmış, uzun şabaldı saçları belinə tökülmüşdü. Atasının hansısa tapşırığı ilə şəhərə gedirdi. Yalnız iş və onun necə yerinə yetirəcəyi haqqında düşünən qız gənclərə xas qorxmazlıqla izdihamın ortasına atılmışdı. Uzun yolçuluqdan zəifləmiş qızıl axtaranlar heyrətlə onun ardınca baxırdılar. Hətta heyvan dərisinə bürünmüş soyuqqanlı hitlilər də laqeyd qala bilməyib, məftunluqla bu ağbənizli gözələ tamaşa edirdilər. Şəhərin lap kənarında böyük malqara sürüsü yolu bağlamışdı. Vəhşiyə dönmüş 5-6 çoban sürü ilə bacara bilmirdi. Lucy hövsələsizlik göstərib sürünün seyrəldiyini zənn etdi və atını düz sürünün ortasına sürdü. Amma aralıqdan keçməyə macal tapdı. Heyvan cərgələri yenidən bir-birinə qarışdı və o gözləri qanla dolmuş iri buynuzlu öküzlərin ahadəsində qaldı. Qız malqaranı idarə etməyi bacarırdı və buna görə də özünü itirməyərək hər imkanda atını irəli sürüb heyvanların arasından çıxmağa çalışdı. Bədbəxtlikdən öküzlərdən biri bilərəkdən ya da təsadüfən Mustangın böyründən vurdu və at dərhal qəzəblənib şahə qalxdı. Fınxıraraq özünü ora-bura çırpdı. Əgər Lucy mahir çaparı olmasaydı, Mustang onu vəhyəhərdən yerə salardı. Vəziyyət təhlükəli olmağa başlamışdı. Mustang hər dəfə qabaq ayaqlarını yerə qoyanda böyrü buynuza ilişir və daha da qəzəblənərək şahə qalxırdı. Qız var gücü ilə yəhərdə oturmağa çalışırdı. Yoxsa onu ağır qorxmuş öküzlərin qapdağı altında dəhşətli ölüm gözləyirdi. O nə edəcəyini bilmirdi. Başı fırlanır, cilovu tutan əli isə gücdən düşürdü. Tozdan və qızmış heyvanların təriyindən boğularaq cilovu əlindən buraxacaqdı ki, birdən yanında eşidilən səsdən anladı ki, ona köməyə gəldilər. Elə o an kiminsə qüvvətli qarayanız əli hürkmüş Mustangın cilovunu tutdu və onu öküzlərin arasından çıxarıb yol kənarına gətirdi. Ümid edirəm sizə heç nə olmayıb, miss. Lucy'nin xilaskarı ehtiramla dedi. Lucy onun sərt qarayanız üzünə baxıb bəkdən güldü. Yaman qorxmuşdum, qız sadəlövlüklə dedi. Heç ağlıma da gəlməzdi ki, mənim ponçom öküz sürüsündən qorxar. Allaha şükür ki, yəhərdən yıxılmadınız. Köhnə ovçu gödəkcəsi geymiş, belində uzun tüfəngi olan ucaboy cavan atlı ciddi şəkildə dedi. O, nəhəng və çal rəngli atın belində oturmuşdu. Siz yəqin John Ferrier'in qızısınız, deyə soruşdu. Sizi onun fermasının yanında görmüşdü. Onu görəndə soruşun ki, St. Louis'li Jefferson Hope'u xatırlayırmı? Əgər o həmin Ferrier'dirsə, vaxtilə atamla yaxşı dost olublar. Bəs nə üçün özünüz gəlib soruşmursunuz? Qız sakitcə dedi. Görünür bu təklif cavan oğlanın xoşuna gəlmişdi. Hətta onun gözləri parıldadı. Məmnuniyyətlə, o dedi. Amma biz 2 aydır ki dağlardayıq. Bilmirəm, bu görkəmdə qonaq getmək yaxşı olmaz. Gərək bizi olduğumuz kimi qəbul edəsiniz. O sizə çox təşəkkür edəcək, Lucy cavab verdi. O məni çox sevir. Əgər bu öküzlər məni tapdalasaydı, ömür boyu əzab çəkərdi. Mən də, gənc ovçu dedi. Siz də,
Axı siz nə üçün? Biz heç dost da deyilik. Ovçunun qarayanız üzünün daha da qaraldığını görüb Lucy qəhqəhə çəkdi. Ürəyinizə salmayın. Bunu elə belə dedim. Qız davam etdi. Əlbəttə siz indi bizim dostumuzsunuz. Bizə mütləq gəlin. İndi isə mən getməliyəm. Yoxsa atam bir də mənə iş tapşırmaz. Hələlik, hələlik. Oğlan enli sombrerosunu çıxarıb qızın kiçik əllərinə doğru əyildi. Lucy Mustangın başını sərt şəkildə çevirib onu qamçıladı və arxasınca toz buludu qaldıraraq geniş yolla çapmağa başladı. Kiçik Jefferson Hope yoldaşlarının yanına qayıtdı. O qaşqabaqlı idi, dinib danışmırdı. Onlar Nevada dağlarında gümüş axtarırdılar və Salt Lake City-yə tapdıqları mədəni emal etmək üçün pul yığmaq ümidi ilə qayıtmışdılar. Qəfil hadisə onun fikirlərini başqa istiqamətdə yönəltməyənə qədər o yoldaşları kimi tamamilə bu işə bağlanmışdı. Sierra Mehi kimi təmiz və tərəvətli olan füsunkar qızın siması onun coşqun və azğın qəlbinin dərinliyinə qədər seçilənmişdi. Qız gözdən itəndən sonra o anladı ki, bundan sonra onun üçün yeni həyat başlayır və nə gümüş alveri, nə də başqa işlər bu gözlənilməz və hər şeyi üstələyən hisslərdən mühüm ola bilməz. Bu, yeniyetmələrə xas ötəris aşiqlik deyildi. Bu, hökümlü və iradəli insanın şiddətli və coşqun ehtirası idi. O, hər şeyə nail olmağa alışmışdı və and içib özünə söz verdi ki, ondan asılı olan hər şeyi edib, nəyin bahasına olursa olsun, öz istəyinə indi də nail olacaq. Elə həmin axşam o John Ferrier'in evinə gəldi və bundan sonra onlara elə tez-tez baş çəkirdi ki, artıq evin adamına çevrilmişdi. John düz 12 il idi ki, vadidən kənara çıxmırdı və başı öz fermasına elə qarışmışdı ki, dünyada baş verən hadisələrdən xəbərsiz idi. Jefferson Hope isə onlara çox şey danışa bilirdi. Həm də elə maraqlı söhbətlər edirdi ki, həm atası, həm də qızı ona qulaq asırdı. O, Kaliforniyada pioner, ilk yurt salanlardan olmuşdu. Xoş və məşum günlərdə baş verən xoşbəxt və bədbəxt hadisələrdən danışırdı. O, məskunlaşmamış torpaqlarda kəşfiyyatçı olmuş, dağlarda gümüş mədəni axtarmış, yovçuluq etmiş və rançoda işləmişdi. Harada təhlükəli macəralar vardısa, Jefferson Hope həmişə orada olardı. Tezliklə Hope qoca fermerin sevimlisinə çevrildi. Ferrier onu hey tərifləyərdi. Bu zaman Lucy susardı. Amma onun qızarmış yanaqları, sevincdən parıldayan gözləri qəlbinin artıq özünə aid olmadığını göstərirdi. Sadəlövh fermer bəlkə də bu aşkar əlamətləri hiss etmirdi. Amma bunlar onun məhəbbətini qazanmış oğlanın gözündən qaçmamışdı. Bir dəfə yay axşamı Hope atla fermaya tərəf çapırdı. Evin kəndarında dayanmış Lucy onu görüb qarşılamağa çıxdı. Hope atını çəpərə bağlayıb cığırla irəlilədi. Mən gedirəm, Lucy, o qızın əlindən tutdu. Mehribanlıqla gözlərinə baxaraq dedi. Mən sizdən mənimlə indi getməyinizi xahiş etmirəm. Amma qayıtdıqdan sonra mənimlə getməyə razı olarsınızmı? Bəs nə vaxt qayıdacaqsınız? Lucy gülümsəyərək qızardı. Uzağı 2 aydan sonra gəlib sizi aparacağam, əzizim. Heç kim bizim aramıza girə bilməz. Bəs atam nə deyər? Əgər mədənlərdə işlər yaxşı gedərsə, o razılaşacaq. Buna şübhə etmirəm. Yaxşı, əgər atamla götür-qoy edibsinizsə, daha nə deyə bilərəm? Qız üzünü onun geniş sinəsinə sıxaraq pıçıldadı. İlahi, sənə şükürlər olsun, o xırıltı ilə dedi və əyilib qızı öpdü. Deməli, həll olundu. Sənin yanında qaldıqda getmək daha da çətinləşir. Məni Konyada gözləyirlər. Hələlik əzizim, 2 aydan sonra görüşərik. O, nəhayət qızdan ayrılıb atına mindi və dönüb geriyə baxmadan 4 nala çapdı. Sanki qızı bir dəfə də görsəydi gedə bilməyəcəyindən qorxurdu. Lucy darvazanın yanında dayanıb, o gözdən itənə qədər ardınca baxdı. Sonra Utah'nın ən xoşbəxt qızı kimi evə döndü. 2-ci fəslin sonu.